Salam əziz və böyük Türk millətim. Salam olsun bütün izləyicilərimə. Demək, son vaxtlar gedən geosiyasi hadisələr o qədər sürətlə gedir ki, bu yeni dünya düzəninə artıq düyməyə basılıbdır 30 il bundan öncə və artıq son mərhələlər gəlibdir. Bölgesel savaşların çıxması, bölgələrdə xaosların yaranması, hamısı yeni dünya düzəninə gedən bir projedir. Sentyabr ayının 1-i, 2-si, 3-ü Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı və Çinin orada hərbi güc gövdə göstərməsi birbaşa həm Amerikaya, həm Batıya, yəni Avropaya güc göstərisi idi. Və yanında da diqqətlə fikir versəz, Şimpinin yanında sağ tərəfində Putin və Kuzey Koreya Cumhurbaşkanı Kim Jong Il və sol tərəfində bir tək Cumhurbaşkanı var idi. O da Qazaxıstanın Cumhurbaşkanı Tokayev. Yəni bu nə deməkdir? Qazaxıstan bu günləri tam Çinin etkisi altındadır. Çinin de arkasında duran güc City of London mərkəzli globalistlərdir. Dünyanın para baronlarıdır. Çin'i bu gün ekonomikasını gücləndirəndə, hərbisini gücləndirəndə, böyük bir güc eləyəndə. Yeni dünya düzənində artıq 150 il bundan öncə, 120-130 il bundan öncə Batı, yəni Avropa mərkəzli dünya siyasi dengələrini genişləndirən bir mərkəz artıq keçdi Asiya mərkəzinə. Asiya mərkəzinə keçdi. Alaskada Trump Putin görüşlərində yeni dünya düzəninin bölgələrin bölünməsində anlaşmışdılar. Yeni dünya düzənində biləsiniz ki, Putin də, Trump da, bu gördüyünüz siyasi liderlər hamısı bir oyunun içindədirlər. Sadəcə olaraq yarı hissəsi globalistlərləndir, yarısı isə ulusalçılarla, yəni mason evangelistlərləndir. Qazaxıstan bölgəsini kim Qazaxıstanı kontrol edəcəksə, Türk dünyasını kontrol edəcəkdir. Yəni həm Türk dövlətlərini, həm Turanı və həm də bütün Orta Asya dediğimiz bölge, Türkistan bölgesinden uzak şərqə, Yaponiya kimi hər yeri kontrol edəcəkdir. Dikkat etsəz, 1989-cu ildə Amerika Rockefeller fondu Kissingerin başçılığı ilə 1989-cu ildə Qazaxıstana gələrək Tengiz neft yataqlarını yatırım etdilər milyonlarla və oranı aldılar. Bu SSR'nin dağılmağına 2 il qalmışdı. Bu günləri İsrailin Qəzzədə etdiyi qətilyamlar, özbaşınalıq, insanları qətl etmək və Katara saldırması, istədiyi yeri vurması, bu hədsizlik, bunların arkasında duran Amerika'dır. Amerika Trump administrasiyası, Trump'ın özü də demək olar ki, Yahudi lobbilər tərəfindən gətirilibdir və Trump'ın bütün xarici işlər üzrə fikir adamları, hamısı biznesmenlər və oligarxlardır. Ona görə bu qədər yanlışlıqlara yol verirlər. Globalistlər həm Konqresdə, həm Pentagonda, həm də CIA-da çox güclüdürlər. Ancaq bunlara da baxmayaraq vətənpərvər Amerikanistlər də var. Bunlar arasında da savaş edir içəridə. Çünkü İsrail'in İran'a saldırması 12 gün savaş ve yeniden hazırlanarak yeniden İran'a saldırmaya çalışırlar ve saldıracaklar da. İran da buna çok güçlü hazırlaşıbdı. Bu İsrail devletini kuranlar 48-ci ildə İngiltərədir. Yani City of London mərkəzli həm də Rothschild xanədanıdır. Para baronların başında duranlar ve Avrupa'nın qara aristokratiyasıdır, Roma klubudur. Biləsiniz, artıq bunlar İsraili üstündən xət çəkiblər. Bu gördüyünüz İsrail dağılmaq üzrədir. Yeni İsrail
New Yerusalim adı qoyularaq və xəritəsində paylanıbdır. Rusiyanın bu günləri Ukraynada işğal etdiyi ərazilərdə Odessa, Nikolayeva, Xerson, Krım, Dnipropetrovsk və Zaporoj bu bölgədə yeni İsrail qurulacaqdır. Ona görə də həm Kipris adasına Yahudilərin, Siyonistlərin köçürülməsi başlayıbdır. Artıq 100 min Rum kəsimindədir, 50 min Güney Kipris Türk kəsimində yerləşdirilib və gələcəkdə də Ukraynaya yerləşdirilir. Putin administrasiyası, baxın, Milli Qvardiyasının generalı Yahudilərin Xabbat təşkilatı ilə ittifaqdadır və bir yerdə imza atmışlar. Bu Ukrayna olayları hamısı Amerika ilə bir yerdə düşünülmüş bir projedir. Mən bunu öncə də demişdim, bu Çinə qarşı idi. Və bu günləri Rusiyanın deyirlər, Polşaya saldırması, dronlarla vurması bu boş şeylərdir. Bunu Amerikan spesialistləri, yəni Ukrayna adından Rusiya dronlarını göydə döndərərək, yəni yeni aparatlarla dronları istiqamətini dəyişərək Belarusiya üzərindən Polşaya saldırırlar ki, savaşı qızışdırsınlar. Ukrayna savaşını nə qədər gec durdursalar, bir o qədər də Ukrayna milləti uzacaqdır. Bir o qədər çox torpaqlar zəbt olunacaqdır Rusiya tərəfdən. Ona görə də bu savaşı durdurmaq istəmirlər qlobalistlər və uzadırlar. Və heç biri də Ukraynaya əskər göndərib eləmir. Pulla, silahla, parayla alıb kömək edirlər, ancaq heç biri göndərmir. Çünki qarşıda Avropanın da özünün təhlükəsi gözlənilir. Yeni dünya üzərində paylaşmışdılar torpaqları. Qafqazda Zəngəzur yolu üzərində böyük güclərin qarşılaşması, baxın biz burada Azərbaycan və Ermənistan sülhə imza atmağı tezləşdirməliyik. Çünki buna mane olan güclərdən biri Rusiyadır və digər Avropa ölkələri var. İran artıq dünənləri MAGATE-də, yəni Dünya Atom Yoxlama Mərkəzində imza atdı. MAGATE-yə ki, gəlib yoxlaya bilərsiniz, bizdə atom bombası düzəltmirik, biz uranın zənginləşdirilməsi yalnız atom elektrik stansiyası yaratmaq üçündür, enerji qaynaqları üçündür. Artıq imzanı atdılar İran. Zəngəzur yolunda qarşıda çox böyük təhlükə var. Amerikanın gəlib burada oturması, sonradan gələcəkdə 1000 nəfər Blackwater paralı, muzlu paraların göndərməsi, buranın qorunması bu yolun. Məncə bu get-gedə bazarlıqlar dəyişəcəkdir. Siyasi dəngələr dəyişəcəkdir. Rusiya da buradan heç çıxmamış. Onun kimi də Suriyadan. Türkiyəmizdə radikal İslamçılar və AKP iqtidarının yanlış politikası həm Türkiyəmizi geri atdı, həm də bu günləri Fələstin olayları üzərindən, Qazze olayları üzərindən, Suriya olayları üzərindən çox böyük bir oyunlara girdi. Yəni yanlış oyunlara girdi. Amerika sənin ittifaqın ola YPG, PPK-nı Suriyada yeni adına olan YPG-ni həm açıq-açığına silahlandırır. Kimə qarşı? Türkiyəmizə qarşı. Amerikan böyük elçisi, Ankara böyük elçisi Tom Barak açıq-açığına artıq İsrailin çıxarlarına çalışır və bunu da dilə gətirir. Və Türkiyəmizin daxili işinə qarışaraq, vətəndaşlıq işinə qarışaraq Osmanlı milləti sistemini hər yerdə deyir. Türkiyəmiz həmən bu Amerikan böyük elçisi Tom Barak'ı geri çağırmalıdır, geri göndərməlidir. Yoxsa bunlar Türkiyəmizdə iç savaşı çıxardacaqlar və buna da doğru addımlar atırlar. Türkiyəmizin AKP iqtidarında yanlış politikalarından biri də Irak'ın işğal olunmasında Amerikaya dəstək verməsi, Suriyada Bəşər Əsadın iqtidardan götürülməsində Amerika ilə, Avropalılarla bir yerdə dəstək edilməsi, müxalifətin dəstəklenməsi, radikal İslamçıları dəstəkləməsi bu çox bir yanlış siyasət idi, politika idi. Və bu günləri Suriyada qazanan Amerikanın İsrail oldu. Pastanı yiyən Amerikanın İsrail oldu. Kirli qabları yüzdürürlər Türkiyəmizə.
Və bu terörist Celani'nin boğazına kravat taxıb gətirib Suriyada Cumhurbaşkanı etməyi bunu istəyən İngiltərədir. Globalistlər, City of London. Bunu AKP iktidarından istəmişlər. Yəni Türkoloq əski Mi-6'nın, MI6'in əski başkanı Richard Moore istəmiş. Richard Moore da özü də Türkoloqdur. Bunu biləsiniz. Bu da Suriyada Amerika və İsrailin çıxarlarına qarşıdır. Ona görə də İsrail dəstəkli Dürzilər, Amerikan dəstəkli YPG, PPK hamısı Türklərə qarşıdır və orada iç savaşlar da böyüyəcəkdir. Və ona görə də bu qarşıdurmalar baş verir. Siz fikir verin, Katar həm Türkiyəmizin ittifaqıdır, həm Katarda Türkiyənin hərbi üssü var, həm də Amerikanın ittifaqıdır. Ancaq İsrail Həmas adından ora saldırdı. İsrail Həmasın liderlərini Türkiyədə vurmaq istəyirdi, aldığım bilgilərə görə. Sonradan gözlədilər və Trump'ın əlinlə görüşə dəvət olunanları Katarda götürmək istədilər. Bu işlərdə də Trump'ın birbaşa əli var. Yaxasını çəkə bilməz qırağa, bunu hər kəs bilir. Bu nə deməkdir? Artıq kimsə kiməsə güvəndə deyil və kimsə sözünə inanıcı deyil. Həm Amerikanın, ya kiminsə. Yəni bu, əgər özbaşınalıq siyasətdə baş verirsə də və hədsizlik baş verirsə də, kimsə fikirləşməsin güvəndədir. Hər yerə saldıra bilərlər, hər kəsi də vura bilərlər. Bugün yeni dünya üzərində siyasətdə dəngələr ilə dəyişir ki, kim güclüdür, zəifi işğal edir və xaoslar yaradırlar. Nepalda yaratdıkları xaos kimi. Üzr istəyirəm. Ona görə Türkiyəmizin içində də xaos yaratmaq istəyirlər. Buna diqqət etmək lazımdır. Bölgədə çox güclü oyunlar, siyasi oyunlar gedir. İsrail nəzərə alsaq ki, 30'a yaxın 4000 kilometr məsafə vurulan füzələri var, nükleer füzələri və 130'a yaxın orta mənzilli və yaxın mənzilli füzələri var. Və bunu da taktiki nüvə silahlarından istifadə etmək fikirləri var. Netanyahu kabineti, yəni hamısı qatillər kabinetidir. Netanyahu'nun əli ilə həm İsrail dövlətinin dağılması gedir, həm də İsrail vətəndaşları olan hər bir kəs, yəni orada 70 minə yaxın Azərbaycan, mənim vətənimin vətəndaşları da var idi ki, köçüb orada vətəndaşlıq aldılar. Dünyada nifrət oyatdılar bu İsrail vətəndaşları. Artıq otellərdən çıxardırlar, bəzi restoranlarda qovarırlar, küfür edirlər Avropada, hər yerdə. Bu öz İsrail millətinə qarşı, yəni İsrail vətəndaşına qarşı Netanyahu'nun apardığı səhv politikadır. Və Netanyahu öz başına etmir bunu. Bunun hamısını ona deyirlər, siyonistlər və arxasında da Amerikanın Trump kabinetini də məcbur edirlər, dəstək eləsin. Türkiyə ilə İsrailin qarşı gəlməsi 99,9%'dir. Qarşı-qarşıya gəlməsi. Və buna diqqət etmək lazımdır. Trump administrasiyası İsrail nə deyirsə, yəni Yahudilər nə deyirsə, globalistlər, onu da edirlər. Çünki niyə? Epstein olaylarında Trump'ın çox kasetləri var. Yəni azyaşlı uşaqlarla, eşcinslərlə hər zaman onun qarşısına açıb onu mediada paylaşa bilərlər. Və bu yaxınlarda da dünənləri Trump'ın dəstəkçisini vurub güllərlə öldürdülər, suiqəslə, Kirki. Həm İsrail dəstəkçisi idi, həm Trump'ın dəstəkçisi idi. Onu öldürdülər. Bu suiqəslər qarşıda çox siyasi suiqəslər olacaqdır. Bu gördüyünüz Avropa Şurası parçalanır, dağılır. Yeni Avropa Şurası quracaqlar, Almanya mərkəzli. Bunu da yeni dünya düzenində globalistlər istəyibdir. Çinin güclənməsi və Çinin sakit istilası. Çin ilk öncə hər kəs bilsin ki, biz Türklərin bir nömrəli düşmənidir. Çin həm də müsəlmanların da düşmənidir. Və bu dəqiqədə həm də dini savaşlar gedir. Çünki İsraillilərin, Yahudilərin savaşları özlərinin yazdığı Talmudda və dini kitablarında vəd edilmiş torpaqlar deyərək hər yeri qətl edirlər, almaq istəyirlər. Bu özlərindən yazdıqları kitablardır. Bunlar heç bir belə şey yoxdur.
Və bu da bir dini savaş deyil. Mədəniyyətlərin savaşını 3-cü Dünya Savaşıyla qarşı-qarşıya gətirirlər. Avropa, Batı dediyimiz və Şərq. Çində çıxan savaş, bu günlər baxmayın Hindistan Trumpdan inciyib, Çinlə yan-yana durub, Rusiya ilə yan-yana durub. Bunlar üçü də bir-birinə düşməndilər. Qarşıda Çin, Hindistan, Pakistan savaşı olacaqdı və bu çox qanlı savaş olacaq. Orada milyardlarla insan qılacaq, taktiki düvə silahlarından istifadə edəcəklər. Buna Yaponiyada qarışacaq, Avstraliyada hamısı. Çin Türk dünyasının Türkistan bölgesini demək olar ki, tam ələ keçirmək üzrədir. Bu yaxınlarda gələn ay Azərbaycanda keçirilən Türk Dövlətlər zirvə görüşündə, Türk Dövlətlər Təşkilatının zirvə görüşündə biz hər dəfə girişirik. Bu şeylərə diqqət etmək lazımdır. Bizim özümüzdən başqa dostumuz, ittifaqımız yoxdur. Biz həmən Türk Dövlətlər Təşkilatının parlamentini qurmalıyıq. Və o parlamentdən qərarlar alaraq hər birimiz bir-birimizlə hərbi strateji əməkdaşlığa, ittifaqa qol çəkməliyik, imza atmalıyıq, güclənməliyik. Başqa yolumuz yoxdur. Sonra gec olacaqdır. Sonra bir-bir bizi işğal edə bilərlər. Yəni istilada ola bilərik. Böyür başımızı içərdən də kuşada bilərlər. Azərbaycanda da Kalon 5 çox güclüdür. Bunu hər kəs bilir. Və qarşıda bir dənə təhlükə var. Əgər Türkiyə bugünkü iktidarı, AKP iktidarı Fələstin olaylarından, Fələstin və Suriya bazarlığında Ruslarla bazarlığa geçsə, ola bilsin ki, Qafqazı əldən versin. Yəni Fələstini önə çəksə, Fələstin ona lazım olsa, Qafqazı əldən verməyə olacaqdır. Və yenidən Rusiya Cənubi Qafqazda öz hegemoniyasını edəcəkdir. Bu gedişatlar buna göstərir. Ona görə bu şeylərə diqqət etmək lazımdır. Atatürk'ün əskərim deyənləri həbs etməklə Məhmədçikləri, əskərləri qətl edən teröristləri də azadlığa buraxmaqları bu nəyin nəsidir? Mən heç şübhə etmirəm artıq. O Abdullah Öcalan, İmralı'da Abdullah Öcalan dediğimizi yarın Colani kimi yaxasına bir qalısuq taxıb Bağçalı ilə bir yerdə əl-ələ verərək Türkiyə Böyük Millet Məclisinə gəlib çıxışlar edəcəkdir. Artıq buna şübhəm qalmadı. Ona görə əziz və böyük Türk millətim, hər şey diqqətli olmaq lazımdır. Və xaosu elə bir yaratmaq istəyirlər ki, hər şey xaosdan doğur. Həm Avropada, həm Qafqazda, həm Türkiyədə, həm Orta Doğuda, həm Uzaq Şərqdə xaoslar yaratmağa başlayıblar. Bu xaosların içindən yeni dünya düzenini yaradacaqlar. Yeni dünya düzenində tək idarəçilik, tək para və tək ordu olacaqdır. Bu işlərə gedilir və insanların da sayının nüfuzunu azaldırlar. Qarşıda da pandemiyalar da gələ bilər. Düzdür, doğrular acı olur, ancaq mən doğruları deməliyəm. Bu təhlükələr heç də xoşa gələn deyil. Kipris üzərində böyük təhlükə var, həm Rum kəsimi tərəfdən, həm İsrail tərəfdən. İsrailin əski başbakanı, sonra da Cumhurbaşkanı olmuş Ben Gurion'un sözü var idi. Deyirdi, Küds bizim üçün nədirsə də, Kipris də odur. Bunlara diqqət etmək lazımdır. Əgər bu şeylərə diqqət edilməsə, onda belə düşünülür ki, Kipris əldən veriblər. Ya da Kiprisin bazarlığına gediblər, nəyəsə bazarlığına. Kiprisə diqqət etmək lazım. Yunanistan tərəfdən, yəni Kipris və Yunan kəsimi tərəfdən İsrail dəstəkli qışqırtmalar ola bilər Türkiyəmizi savaşa soxmaq üçün. Və PKK, YPG dediyimiz yeni adına Suriyada Kürdistan bölgesini düzəldərək bütün Türkün nə qədər düşməni var Avropa ölkələrində də onun kimi hamısı tanıyacaqlar. Və dəstəkləyəcəklər də tanıyacaqlar da. Ona görə Amerika ilə ay Trump mənim dostumdur, ay biz ittifaqıq. Bu sözlər hamısı boş şeydir. Bizim özümüzdən başqa, Türk dövlətlərindən başqa bir-birimizin nə dostumuz var, nə qardaşımız var. Bunu bir dəfəlik anlayın. Və hər bir Türk dövləti, içində də Azərbaycan olmaq şərti ilə sosial təbəqəsindən asılı olmayaraq dəyərli insanlarımızı dövlətdə görevə gətirin. Sonra gec olacaqdır.
indidən bütün dəyərli insanlarımızı, bacarıqlı insanlarımızı görevə gətirin. Dövlətdə görevə gətirin, dövləti gücləşdirmək üçün hər sahəsində. Buradan da son olaraq demək istədiyim, bütün bu bölgə, Balkanlar, Qafqaz, əgər Türkiyə ağıllı siyasət aparırsa, hamısı Türkiyəyə tapşıracaqdır. Yox, yanlış siyasətə gedərsə, radikal İslamçılıqla, siyasət İslamçılığa gedərsə, Türkiyənin parçalanması, bölünməsi də qaçılmazdır. Qafqazın da əldən çıxması qaçılmazdır. Və əski bakanlardan da deyim, bu Davutoğlu, Əhməd Davutoğlu kim idi? Malayziyada İslam Üniversitetində oxuyanda Rabitə İslam Təşkilatının Müsəlman Qardaşları Birliyinin üyəsidir. Əli Babacan da onun kimi. Və Müsəlman Qardaşları Birliyi Kahirədə yaranmış mason lojalarının şərq bölgəsidir. Kahirədə yaranan. Və bu Müsəlman Qardaşları da Əl-Qaida ilə bir yerdədir. Əl-Qaidanı da yaradanlar Suudi krallarıdır. 1962-ci ildə Məkkədə yaratmışlar. Və bu gördüyünüz siyasal İslamçılar, bütün İslam terror təşkilatları hamısı bir-birinə bağlıdır. Bunların da hamısında mason lojaları durur. Və bunu biləsiniz. Bu oyunlar hara gedir və necə bizi alladırlar. Böyük rəsmi görmək lazımdır. Rusiyanın mason lojalarının böyüyü 33 dərəcə Andrey Bogdanov Bakıda oldu. Türkiyənin mason lojalarının 33 dərəcəli ustadı o da Bakıdaydı. Bu yaxınlarda bütün dünya mason lojalarının Bakıda toplantısı oldu Grand Oteldə. Və indi orada nə qərarlar aldılar, nələr aldılar. Ona görə qarşıda çox böyük siyasi dəngələr dəyişir və təhlükələr var. Əziz və böyük Türk millətim, əziz xalqım, əziz izləyicilərimiz. Hər şey diqqət etmək lazımdır. Hər deyilənlərə inanmaq lazım deyil. İstəyir müxalifətdə olsun, istəyir iqtidarda olsun. Kimlərsə satılmışsa da oyun oynayırlar. Burada əsas bizim dövlətimizin dövlətçiliyi və xalqımızın rifahına gedir. Və çıxan xaoslara bir baxsaz, orada qazanan nə xalq olur, nə kimsə. Orada qazanan o xaosu çıxardanlar olur. Mən həmişə demişəm, oyunu quranlar qazanır. Bunlara diqqət etmək lazımdır. Allah'a emanet olun. Uca Tanrım sizi qorusun. Nə mutlu Türk'üm diyene.